Ey insanlar, siz Allaha möhtac olan, Allah zəngindir, hər cür şükrə və tərifə layiqdir. İnsan Allahın ayələrini müşahidə eləyəcək. Hər şeydə Allahın nişanələrini görəcək. Əmir el-Möminin əleyhissalam buyurur, nəyə baxdım ondan əvvəl və ondan sonra Allahı gördüm. Bu yolu gedənlərdən soruşaq ki, necə olub gəlib çatmısınız bu məqama? Ya Əmir el-Möminin, necə olub gəlib çatmısan bu məqama ki, deyirsən ki, bütün pərdələr götürülsə də, mənim yəqinimdə dəyişiklik olmayacaq. Necə olur sən bu məqama çatırsan, deyirsən ki, ilahi Kumel duasında deyir Əmir el-Möminin ki, ilahi əzabıva dözərəm, amma sənin fərağına, ayrılığına necə dözüm? Demək ki, liqa baş veribdi, görüş baş veribdi, vüsal baş veribdi, yoxsa hansı ayrılıqdan danışılır? Vüsal olmasa ayrılıq olmur. Tanımadığın, görüşmədiyin birinə deyənməzsən ki, sənin ayrılığa necə dözərəm? Əmir el-Möminin əleyhissalam bu dünyada bu liqa mərhələsinə gəlib çatıbdı. Ki bu kamillik seyrində necə olub ey Peyğəmbər və onun əhl-i beyti gəlib bu məqama çatdınız? Gəldiniz elə bir məqama çatdınız ki, hər şeydən qopub Allaha aid ola bildiniz. Sizdə Allah rəngindən başqa rəngi olmadı. Allahın iradəsində fəna ola bildiniz. Hər şeydən qopub Allaha yönəlmək təkcə bu deyil ki, sən elə dünya malından qopur, yox. Dünya nə geydiyin libasdır, nə mindiyin o maşındır, minikdir, nə yaşadığın evdir. Dünya səni Allahdan uzaqlaşdıran hər şeydir. Hər kəsin bir dünyası var. Ondan keçə bilməlidir. Bunlardan keçmək lazımdır ki, insan hətta özündən keçə bilir. Öz iradəsindən keçə bilir. Artıq onun iradəsi Allahın iradəsi olur, başqa bir şey olmur. Bu nə vaxt mümkün ola bilər? İnsan hər zaman Allahı zikr eləyə bilsin. Allahdan qəflətdə olmasın. Ustadlardan biri deyir, biz elə bilirik ki, hərdən bir Allah yadımızdan çıxır. Amma deyir, tam əksidir, hərdən bir Allah yadımıza düşür. Çox zaman biz Allahı unuduruq, qəflət içərisindəyik. Hər zaman insan Allahı zikr etsin. Zikr təkcə o demək deyil, insan desin, La ilahe illallah və ya Subhanallah. İmam Cəfər Sadiq əleyhissalamdan bir hədisdə nəql olunur. İmam buyurur, bir neçə şərt sair mömin üçün deyir ki, hər bir halda insan Allah'ın zikr etsin. Sonra deyir ki, mən zikrullah deyəndə məqsədim bu deyil, insan desin Subhanallahi və elhamdülillahi və la ilahe illallah və allahu əkbər. Deyir, baxmayaraq ki, bu zikirdir. Amma məqsədim bu deyil, deyir, məqsədim budur ki, Allah'ın haram etdiyi bir şeylə qarşılaşanda Allah'ı xatırlaya bilirmi? Zikir yəni Allah'ı xatırlamaq. Zikrullah Allah'ı xatırlamaq. Haramla qarşılaşanda Allah'ı unudur, yoxsa Allah'ı xatırlaya bilir. Zikir bunu haramdan çəkindirə bilir, ya çəkindirə bilmir. Şəhvətlərinin qarşısında məğlub olur, yenik düşür, ya düşmür. Yox deyə bilir, Allah'ı xatırlaya bilir, məazallah deyir. Zikrin həqiqəti budur. Zikrin həqiqəti ilahi qanunlara riayət etməkdir. Özü hər zaman Allahın huzurunda bilib, ilahi qaydalara, ilahi qanunlara, əmrlərə, tapşırıqlara əməl etməkdir.